Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günləri yerli Calaqaltı üzərində olan Napolyon bağı haqqında danışmaq istəyirəm. Bu bağ 13 il bundan qabaq əkilib və hələ də məhsula oturmur. Hektar yarım ərazidə yerləşir, yəni hektar yarım bağdır və hələ də məhsula oturmur. İndi mən deməzdim ağaclar lap özlərinin pik, yəni ideal səviyyəsindədir, amma yenə də ağaclar zəif də deyil, yəni 4-5 metr boyu da var. İndi mən təxmini deyirəm, bəlkə 6 metr də var və indi videoda miqyaslar o cür bilinmir. Yəni bu cür inkişaf etmiş ağac da məhsula oturmasın 12-13 ildən sonra daha nə vaxt otursun. Yəni məqsəd də, yəni bu videonu çəkməyimdə məqsəd isə əslində həm sizinlə bölüşmək, sizdən məsləhətlər almaqdır və iki fikir arasında qalmışam. Bu bağı çıxardım mı, yoxsa saxlayım mı? Hər il özümə söz verirəm ki, mən artıq bu bağı çıxardacağam. Heç bir xeyir götürə bilmirəm. Amma hər dəfə düşünürəm ki, bəlkə gələn il nəsə xeyir götürmək olar. Bu illərdə bu bağ tutmayandan sonra açığı heç ürəklə gəlib bağa qulluq da eləmiş, ot da qalıb belə. Düzdür, ot çalınır bir dəfə. Yəni bağ məhsula oturmur deyənə insanın ürəyi də soyuyur bağa qarşı. Yəni bağ belə, baxın, 13 illik bağdır. Məhsula oturmur ki, oturmur. Hektar yarım ərazini zəbt edib belə və heç bir xeyir götürmək olmur. Təsəvvür edin, bu 13 ildə bunun nə qədər dərmanı vurulub, qulluq olunub. Heç vurduğumuz dərmanların pulu çıxmır. Yəni digər əziyyətləri, əkimi, nə bilim, bunun digər qulluqlarını demirəm mən. Baxın, yəni bu ağac bundan o tərəfə nə qədər də böyüsün ki, bu artıq məhsula otursun. Yəni çox kifayət qədər deyim, hər hansı bir xəstəlik varmı ağacın yarpaqlarında, nə bilim, yarpaqlar da, düzdür, bu artıq bu ağaca təsir edən bir xəstəlik deyil, biraz ağarma var yarpaqlarında. Amma baxın, yəni bu bağ məhsula oturmur. Mən keçən dəfə Napolyon gilası haqqında video çəkmişdim və qeyd etmişdim ki, yəni gilasın şahı Napolyondur və bəziləriniz mənə irad bildirirsiniz, razılaşmırsınız. Yəni bu normaldır, hərənin öz fikri var və sizin fikrinizə də mən hörmətlə yanaşıram. Amma mənə görə yenə də gilasın içində yəni ən keyfiyyətli, ən dözümlü sort Napolyondur. İndi mən istəyirsiniz lap açıqlamasını vereyim. Baxın, bu bağ 13 ildir məhsula oturmur. Amma əvvəllər belə deyildi. Napolyon ağaclarını biz əkirdik və biz hiss eləmirdik ağac nə vaxt məhsula oturdu, oturmadı. Yəni 6-7-ci ildən, 8-ci ildən məhsulunu verirdi. Heç gözəl şəkildə də, kalibrdə verirdi, bol məhsul da verirdi. Amma son illər bilmirəm, baş açmıram, nə hikmətdirsə, nə məsələdirsə, yəni Napolyon ağaclarından xeyir götürmək olmur. Hə, indi mənimlə razılaşmayanlar ola bilsin son illərin statistikasını nəzərə alıb belə yazırlar ki, Napolyon gilas deyil. Amma elə deyil, həqiqətən də Napolyonun məhsul getirdiyi illər olub, 15 il, 20 il. Yəni ağacların budaqları, yəni məhsulun çoxluğundan qırılıb yerə düşürdülər. Yəni o cür məhsul getirirdi Napolyon ağacları. Qırılıb yerə düşürdülər. Yəni bu cür, baxın, artıq bağda qurumalar da var. Yəni məhsula oturmur, ağaclar bir yandan bəziləri quruyur, bəziləri zəifləyir. Ona görə bu bağdan tamam ürəyim soyuyub. Yəni düzdür, bu bağı əlim gəlmir. Yəni 13 il əziyyətini çəkəsən, bağ yetişdirəsən və bu cür və bu qədər vaxtı gözləyəsən, yəni 13 il bir ömürdür yeri gələndə, insanın əslində hayfı gəlir. Amma nə edə bilərik? Yəni başqa çarə yoxdur. Yəni məcburiyyət qarşısında mən bu bağı çıxartmaq istəyirəm. İndi ola bilər dəyərli izləyicilər, yəni sizin aranızda bilgili dostlarımız, aqronomlarımız var. Ola bilər hansı məsləhət versinlər. Yəni nəsə etmək olarmı ki, bu bağ məhsula otursun? Yəni hansı bir dərmanlar, nə bilim, baxın, nəsə etmək olarmı ki, bu bağ məhsula otursun? Yoxsa artıq
Yəni bu bağın nazı ilə oynamağa dəyməz. Bu bağı çıxardım getsin. Lap məhsul getirməsə belə insanın ən azından xatirələri qalır. Yəni insan bu bağda işlədiyi vaxtlar, bu bağı böyük ümidlərlə əkdiyi vaxtlar, qulluq etdiyi vaxtlar. Yəni ən azından insanın xatirələri qalır bu bağda. Yəni ona görə insan birdən-birə 13 il əziyyət çəkdiyini kəsib doğrayıb atmaq istəmir. Amma nə edək, maalesef ki, təəssüflər olsun ki, vəziyyət belədir. Artıq Napolyon gilas növü məhsul vermir. Vermir ki, vermir.